Sistemdə borc əməliyyatlarının, borc ödənişlərinin həyata keçirilməsinin bir neçə üsulu mövcuddur. Bu üsullardan bir dənəsi maliyyə bölməsindən həyata keçirilir. Maliyyə bölməsinə daxil olduqda əməliyyatlar hissəsində yeni əməliyyatı açırıq. Burada elə ilk açılan qayma əməliyyatı, qayma üzrə formalaşmış borcların ödənilməsi və yaxud müştərilərdən borcların qəbul edilməsi üçün istifadə olunur. Burada qarşı tərəf ödənişi kimdən alacaq ya da ödənişi kim edəcək? Müştəri və yaxud təchizatçının adı seçiləcək. Şərti olaraq test müştərisinin adını seçirəm. Burada sistem test müştərisinin mənə olan toplam debitor borcunu göstərir. Bu borc bir satışdan formalaşmış da ola bilər və yaxud bir neçə satış qayməsindən də formalaşmış ola bilər. Əməliyyatın növü mədaxil qalacaq müştəri seçdiyimiz üçün və yalnız debitor borcu olduğu üçün, deməli biz müştəridən pul alacağıq, əməliyyat növü olacaq mədaxil. Amma tam tərsinə biz özümüz ödəniş etmək istəsək, yəni əgər təchizatçımızı seçsək, bizim ona borcumuz olarsa, o zaman əməliyyatın növü məxaric seçiləcək. Biz müştəridən davam edək, müştəridən ödəniş almaq istəyirik, ödənişin növü mədaxildə qalır. Qayma bölməsindən açdıqda müştəri etdiyimiz satış qaymələrinin nömrələrini görə bilərik. Buradan hər hansı bir qaymə seçərək, qaymə seçdiyimiz təqdirdə həmin qaymə üzrə toplam borc görünəcək. Yəni toplam formalaşan 300 manat borcun 50 manatı bir nömrəli satış qayməsi üzrə formalaşıb. Digər qaymələrin də hərəsinin müxtəlif dəyərləri, qiymətləri ola bilər. Əgər ödənişi qaymə üzrə həyata keçiriləcəksə, o zaman spesifik bir qaymə seçib ödəniləcək məbləğ xanasında əgər qaymənin tamamını ödəyirsə, ödəniləcək məbləğ qalacaq. Bir hissəsini ödəyərsə, şərt olaraq ödəniləcək məbləği silərək başqa bir məbləğ qeyd edə bilərik. Və daha sonra ödəniş növü təyin edəcək. Müştəri bu ödənişi hansı üsulla edib? Nəqd, bank, kart üsulu ilə. İşarət olaraq deyək ki, nəqd şəkildə ödəyibsə, nəqd seçəcək, kassamız. Bankla ödəniş edibsə, banka çevirəcək. Burada hesabların içində bank hesablarımızdan seçim edəcək və yaxud kartla ödəyibsə, kartlarımızdan yazmışıqsa, kart seçəcək. Digər bölməsi isə ƏDV depozit hesabını təmsil edir və müştərilərdən gələn ƏDV ödənişlərini depozit hesabına qəbul etmək üçün nəzərdə tutulur. Deyək ki, nəqd şəkildə müştəri ödəniş edəcək, ofis kassamıza düşəcək. Bu formada təsdiqlədiyimiz təqdirdə əməliyyat icra olunacaq. Təsdiq və növbəti keçid düyməsi isə əməliyyatı tamamlayaraq ardından başqa bir əməliyyat icra etmə imkanı verir. Təsdiq və növbəti keçid kliklədikdə əməliyyat tamamlanır. Ardından başqa bir əməliyyat icra edə bilirik. Digər əməliyyat, misal üçün yenə də müştəri seçək. Bu səfər 280 manat borc qaldı, 20-sini artıq qəbul etdim. Yenə də mədaxil. Bu səfər qayma üzrə borc qəbul etmək istəmirik. Müştəridən toplu ödəniş gəlib, şərt olaraq 280 manatlıq borcun 250-sini ödəyib. O zaman qayma seçməyə ehtiyac yoxdur. Qarşısındakı 3 xətt açacağıq. Burada sırayla ödəmə düyməsinə aktivləşdirəcəyik. Bu arada aşağıda müştərinin borc formalaşdıran qaymələr görünür. Sırayla ödəmə düyməsini aktivləşdirib müştəridən gələn ödənişi buraya yazdığımız təqdirdə sistem gələn ödənişi avtomatik olaraq mövcud qaymələr arasında özü avtomatik bölüşdürür. 250 manatın 30 manatını birinci qayməni bağlamaq üçün sərf edir. Geriyə qalan 100 manatını ikinci qayməyə bağlamaq üçün sərf edir. 130 gedir. Geriyə qalan 120-ni isə qalan sonuncu 150 manatlıq qaymənin 120 manatlıq hissəsinə yönləndirir və toplam müştəridən 250 manat ödəniş qəbul edəcək. Bu formada təsdiqlədiyimiz təqdirdə qaymənin üçün avtomatik seçir. Bu 3 qaymə 3-ü bir yerdə 280 manat eləyir. Amma biz onun 350 manatlıq hissəsini qəbul edirik. Ödəniş növü yenə də yeni şəkildə şərt olaraq deyə bu səfər banka ödəniş eləyiblər. Bankımızı seçdikdən sonra təsdiq və yaxud təsdiq növbəti keçid düyməsindən istifadə edirik. Sistem sırasıyla həmin qaymələri bağlayır. Növbəti bir ödəniş əməliyyatı növü bu nəqd şəkildə edilən ödənişlər idi. Ola bilər ki, müştəri həm əsas məbləğ üzrə, həm də ƏDV üzrə ödəniş həyata keçirilir. Belə olduğu təqdirdə biz qarşı tərəfi seçəcəyik. Sistem müştərinin bizə yenə də toplam borcunu göstərəcək. Qayma bölməsini açdıqda isə burada artıq eyni qaymədən 2 dənə olduğunu, lakin birinin qarşısında mötərizədə VAT sözünün yazıldığını görəcəyik. Bu həmin qaymənin ƏDV-li qaymə olduğunu, yəni həm əsas məbləğinin 100 manat, həm də ki ƏDV-sinin 18 manat olduğunu göstərir. Hər iki qaymənin nömrəsi 5 nömrəli qaymədir. Bu ödənişləri tək-təklə almaq mümkündür. Yəni əsas məbləği seçib onun ödənişini banka qəbul etmək, daha sonra isə ƏDV seçib ya da ayrıca ƏDV seçib ƏDV-nin ödənişini də depozit hesabına qəbul etmək mümkündür. Amma ödənişin ikisini bir yerdə
həyata keçirmək istəsə, o zaman yenə də sağ tərəfdəki üst xətti açacağıq. Yuxarıdakı başlıqlarda sağ tərəfdə qaymələrin ödənişlərini ayrıca qəbul etmək olur, ƏDV-nin qaymələrini ayrıca qəbul etmək olur. Eyni zamanda ƏDV plus qaymələrin ikisinin bir yerdə ödənişini qəbul etmək olur. Qaymə plus ƏDV düyməsini seçdikdə artıq müştərinin bizə olan borc qayməsinin həm əsas məbləği, həm də ƏDV-si qarşısında yazılır və biz bu qayməni seçib təsdiqlədiyimiz təqdirdə qaymənin həm əsas məbləğini, həm də ƏDV-sini ikisi eyni anda ödənişini qəbul etmiş oluruq. Eyni zamanda başqa bir funksionaldır. Əgər bu qaymələrin sayı çox olardısa, yəni şərti olaraq burada bir qaymə yox, birdən çox qaymə mövcud olarsa da və müştəri toplu ödəniş edərsə də yenə də sırayla ödəmə düyməsindən burada da istifadə etmək mümkün olacaqdır. Şərt olaraq müştəridən toplam ƏDV ilə bir yerdə 118 manat ödəniş gəlibsə əgər 118 yazıb ƏDV daxil sözünü aktivləşdirdiyimiz təqdirdə müştəridən gələn toplu ödənişi sistem 100 və 18 manat olaraq əsas və ƏDV hissəsinə avtomatik bölgüsünə həyata keçirdib və bu əsas və ƏDV isə aşağıdakı, əgər birdən çox qaymə olarsa da, qaymələr arasında bölgüsünə həyata keçiriləcəkdir. Bizdə sadəcə bir qaymə olduğu üçün həmin qaymənin özünü, yəni sırayla ödəməni aktivləşdirməyə ehtiyac olmadan birbaşa qaymənin özünü seçib təsdiqlədiyimiz təqdirdə o qaymənin əsas məbləği və ƏDV-si yan-yana düşəcək. Əsas məbləğin ödənişi təbii ki, şirkətin bank hesabına həyata keçirilir. Buradan bank seçəcəyik. ƏDV-yə keçid edib, ƏDV-ni isə digər bölməsindən depozit hesabına qəbul edib təsdiqləyəcək. Bu formada həm əsas, həm də ƏDV məbləğinin ödənişini qəbul etmiş olacaq. Eyni zamanda qəbul etdiyimiz ödənişlərin əməliyyatları da maliyyənin əməliyyatlar bölməsində sırasıyla görünəcək. Bu ödəniş qəbul etməyin üsullarından biri. Digər ödəniş qəbul etmə üsullarından biri ticarət bölməsində satışa həyata keçirdiyimiz qaymələrin eyni zamanda qarşısında ödə düyməsi də mövcuddur. Burada karta bənzər işarə sırf üzərində olduğumuz qaymə üzrə ödənişi qəbul etmək üçün nəzərdə tutulub. Bu tarixdə bu müştəriyə edilmiş bu dəyərdə olan bir qaymədir. Bunun spesifik bu qaymənin ödənişini qəbul etmək istəyiriksə, ödəniş et düyməsini kliklədikdə bayaqki ekranı sistem özü avtomatik açır və bütün məlumatları da avtomatik əlavə edir. Hər şey hazır şəkildədir. Biz sadəcə bu ödənişin nə qədər hissəsinin edildiyini və ödənişin hansı hesaba edildiyini seçib təsdiqləyə bilirik. Bu formada ticarət bölməsindən qaymələrin üzərindən də ödənişlərin qəbulu həyata keçirilə bilir. Növbəti bir üsul isə maliyyə bölməsində, misal üçün müştərilərin borclarına baxırıqsa, borclarına baxdığımız yerdə də, tutaq ki, bu müştərinin toplam 130 manat ödənilməlidir borcu qalıb. Borcun hansı qaymədən formalaşdırdığına baxmaq üçün ətraflı baxış düyməsini açdıqda müştəri etdiyimiz satış qaymələri və onların ödəniş statusları ilə bağlı. Məsəl üçün, 2 qaymənin ödənişi tam edilib, ödənilib statusundadır. Biri isə qismən ödənilib, 30 manat borc var. Buradan baxdığımız təqdirdə ödəniş qəbul etmək istəyiriksə, həmin ödə düyməsi burada da mövcuddur. Burada da ödə düyməsinə kliklədikdə yenə də bizi maliyyənin qaymə əməliyyatına yönləndirir və bütün məlumatları özü avtomatik doldurur. Biz sadəcə ödənişi hansı hesab edildiyini seçərək təsdiqləyirik. Bu müştərilərdən ödənişlərin qəbul edilməsi. Eyni şəkildə öz borclarımızın da təsisatçılara ödənilməsi bənzər əməliyyatla icra olunur. Qaymə bölməsindən bu səfər təsisatçının adını seçəcəyik. Bizim qarşı tərəf olan yetor borcumuz görünəcək, əməliyyat növü və xarici olacaq. Yenə də qaymə məsələsi burada da keçərlidir. Bir və yaxud bir neçə qaymə seçə bilərik. Şərti olaraq buradan qaymə plus ƏDV-lər bölməsindən daxil olub görəcəyik ki, 2 qaymə üzrə ödəniş var, borc var. 200 manatlıq bir qaymədir, 36 manat ƏDV-si, 300 manatlıq bir qaymədir, 54 manat ƏDV-si. Deyək ki, müştəri bizə toplam şərti olaraq 400 manat ödəniş eləyib. Ödənəcək məbləğ xanasına 400 yazdığımız təqdirdə ƏDV daxil məbləğ seçdiyimiz təqdirdə sistem bu 400 manatı əsas və ƏDV hissəsinə bölür və müvafiq olaraq aşağıdakı qaymələrə avtomatik yönləndirir. Təsdiqlədiyimiz təqdirdə həm əsas məbləğ, həm də ƏDV hissəsinin ödənişini həyata keçirə bilir. Əsas məbləğ 318 manat, şərt olaraq deyək ki, onu bankdan ödəyəcəyik. ƏDV məbləğinə keçidirik 61 manat, onu da digər ƏDV depozit hesabından kifayət qədər məbləğimiz yoxdur ƏDV depozitdə. 61 manat ödəniş depozit məbləğimiz olsaydı, buradan ödəniş həyata keçirilə biləcəkdi. Nümunə üçün bunu başqa bir rəqəmə dəyişdirim. Deyək ki, 150 manat olsun. Yenə də avtomatik bölgü edəcək sistem.
100 manat üzərindən gedək. Hesabımızda maksimum 18 manat ƏDV-miz var. 118 qeyd etsək, 118 şəklində böləcək, avtomatik yönləndirəcək. Bəli, əsas məbləğ bank seçmişik. Bankdan əsas məbləği çıxacaq. ƏDV-yə keçid edib, onu da depozit hesabından çıxardacağıq və istədiyimiz təqdirdə öz ödənişlərimizi bu formada həyata keçirdə biləcəyik. Debitor borclar siyahısında artıq həmin borc görünməyəcək. Kreditor borclar siyahısında hesabatında bizim qarşı tərəfə olan borclarımızın siyahısı görünəcək. Buradan toplam biz nə qədər alış etmişik, toplam nə qədər ödəniş etmişik, ödənişimiz ümumi borcun neçə faizidir, geriyə nə qədər borcumuz qalıb, son dəfə nə vaxt ödəniş etmişik, hansı tarixdə olub, üzərindən neçə gün keçir və sair şəklində istər müştərilərlə bağlı, istər də biz təchizatçılarımızla bağlı hesabatları avtomatik formalaşdıracaq. ƏDV-nin özünün harici hesabatı formalaşır ki, ƏDV üzrə həm debitor, həm də kreditor borclar hesabatını ayrıca nəzərdən keçirdib, yoxlayıb tənzimləməsini edə bilək.